Məlum olduğu kimi Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov 2 gün əvvəl xəstəxanada vəfat edib. Mərhumun atasının sözlərinə görə Elgün döyülərkən tanınmaz hala salınıb. Stat: Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib. 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağın vəhşicəsinə döyülmüşdü. Tanınmaz halda idi. Statın sonu. Təbibdən verilən məlumata görə mayın 13-də gecə yarısında 2007-ci il təvəllüdlü şəxs Gəncə şəhər təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Stat: Ona qapalı kəllə beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb. Statın sonu. Elgün İbrahimovun ölməsi faktı üzrə cinayət işi başlanılıb. Onun ölümü ilə bağlı bəzi detallar məlum olub. Belə ki, o ağır vəziyyətdə gecə saatlarında Məmməd Xəlafov küçəsi 115 ünvanında Azərbaycan Texnologiya Universitetinə məxsus hazırda tərk edilmiş yataqxananın həyətində tapılıb. Bildirilir ki, bu yataqxanada bir müddət əvvələdək məcburi köçkünlər məskunlaşıbmış. Əraziyə yaxın olan peşə məktəbinin mühafizəçisi Elgünün inilti səslərini eşidərək hüquq mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar. Yeniyetmə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılsa da, ertəsi gün səhər saatlarında vəfat edib. İki qardaşdan böyüyü olan Elgün İbrahimov Gəncə şəhər 34 nömrəli orta məktəbin rus bölməsinin 11-ci sinifində oxuyurmuş. Elgünün dayısı Rövşən Zeynalov bildirib ki, o dərsdən kənar hazırlığa gedirmiş və hadisənin də həmin hazırlıqdan çıxandan sonra baş verdiyi ehtimal olunur. Stat: Uşağı görəndə tanımadım. Baş nahiyəsi tamamilə əzilib. Gözünün biri yerində olmayıb. Bu vəhşilikdir. Biz bu vəhşiliyin kim və ya kimlər tərəfindən törədildiyini bilmək istəyirik. Bu bir nəfərin işi deyil. Uşağın ağciyərləri belə partlayıb. Tam məsuliyyətlə deyirəm ki, heç kimlə işi olmayan, sakit, yalnız dərslə maraqlanan bir uşaq idi. Mayın 4-də rus bölməsi üzrə keçirilən imtahanda çox yüksək bal toplamışdı. Anası bu uğura görə bizə gözaydınlığı vermişdi. Statın sonu.